Dəyərli qardaşlarım, axır zaman ümməti olma hesabı ilə bugün cəmiyyətimizin qəlasına çevrilən elə bir xəstəlik, elə bir günah barəsində danışmaq istəyirəm ki, bu günah danışılması belə çirkin olan bir günahdır. Axır zamanda Allah Resulü Aleyhisselatü Vesselam'ın buyurduğu kimi axır zamanda yayılacaq bəlalardan biri də zina bəlasıdır. Zina o qədər ucuzlaşıb, o qədər əl çatan olub ki, Allah göstərməsin, cəmiyyətimizi böyük bir bəlalar gözləyir. Əgər biz bu cəmiyyətimizi bu fitnədən, bu xəstəlikdən qorumasaq, biz bundan qaçmağa çalışsaq da, bunun tozu bizə də çatacaq. Allah göstərməsin. Bu elə bir xəstəlikdir ki, Allah Resulü Aleyhisselatü Vesselam'ın zamanında da olmuş. Zina etmək istəyən bir gənc bir gün Allah Resulü Aleyhisselatü Vesselam'ın yanına gəlir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən zina etmək üçün izin istəyir. İcazə istəyir. Peyğəmbərimiz Aleyhisselatü Vesselam və onun yanındakı sahabələr, ilk olaraq sahabələr buna sus deyirlər. Yəni, belə bir çirkin işi necə sən Allah Rasulundan icazə istəyə bilərsən? Amma Peyğəmbərimiz sallallahu aleyhi və səlləm xoş təbiəti ilə, gözəl əxlaqı ilə ona icazə verilməsini istəyir və onu öz yanında oturdur. Və ona gözəl bir şəkildə zinanın nə qədər böyük bir xəta, nə qədər böyük bir günah olduğunu anlatmaq üçün ona rahat anlayacağı dildən suallar soruşmağa başlayır. Birinci sualı bu olur. Ananla zina edilməsini istəyirsənmi? Xeyr ya Rasulallah, istəmərəm. Canım sənə fəda olsun, istəmərəm. Elə isə başqaları da anaları ilə zina edilməsini istəməz. İkinci sualı, bacınla zina edilməsini istəyirsənmi? Peyğəmbərimiz soruşur. Xeyr ya Rasulallah, istəmərəm. O zaman başqası da bacısı ilə zina edilməsini istəməz. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yenə sual soruşur. Qızınla zina edilməsini istəyirsənmi? Xeyr, istəmərəm. O zaman başqası da qızı ilə zina edilməsini istəməz. Yenə xalanla, bibinlə zina edilməsini istəyirsənmi deyə soruşur. Xeyr ya Rasulallah, canım sənə fəda olsun, istəmərəm. Baxın, Allah Resulü Aleyhisselatü Vesselam əslində bizə nəyi öyrədir? Özünə istədiyini başqasına da istəməyi öyrədir. Özünə nəyi istəyirsənsə, başqasına da onu istəmək məcburiyyətindəsən. Və Rasulullah sallallahu aleyhi və səlləm həmin oğlanı yanına çəkir. Allahım, onun günahlarını bağışla, ürəyini pisliklərdən təmizlə və namusunu qoru deyə dua edir. Bu hədisi rəvayət edən sahabə deyir ki, həmin gənc bir daha belə bir şeylərlə nə istəmiş, nə də məşğul olmuşdur. Diqqət edirikmi? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə bu işin nə qədər çirkin olduğunu anladır. Xutbəmin əvvəlində oxuduğum ayət-i cəllədə Rəbbimiz nə buyurur? Zina etmə demir ha. Zinaya yaxınlaşma deyir. Yəni, zinaya gedəcək hal və hərəkətlərdən qaçın. Çünki o çox çirkin, çox pis bir şeydir buyurur Rəbbimiz. İnnehu kânə fâhişətən və səə səbilə. Çirkin bir iş və pis bir yoldur. Elə isə müsəlman olaraq biz bu şeylərdən qaçınmalıyıq. Özümüz qaçındığımız kimi övladlarımızı da qorumalıyıq. Sahabədən olan İbn Məsud radiyallahu, Abdullah İbn Məsud radiyallahu anhdan rəvayət olunduğuna görə bir gün Allah Resulü aleyhissalatu vesselam'dan soruşdum. Ey Allah'ın Resulü, hansı günah daha böyükdür? Ben en büyük günah hansıdır diye soruştum.
Peyğəmbərimiz aleyhissalatu vesselam səni yaradana şərik qoşmağındır. İkincisi, soruşdum, yeməyini şərik olacağından qorxduğun övladını öldürməyindir. Yəni, bugünkü dillə desək, abort etdirməyindir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin zamanında övladları diri-diri torpağa bastırarlar. Bugün isə ana bətində heç dünyaya gəlməmiş, yəni cahillərin etmədiyini bugünkü insanlıq edir. Görün, insanlıq nə qədər rəzil bir duruma düşüb. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ruzunu mənə aid olduğunu bildirir. Sən nədən qorxursan? Sənin ruzuna və övladına kəfil olan Allah deyilmi? Səni bugünə kimi yedirdib, içirdib, geydirib, bu yaşa çatdıran Allah deyilmi? Elə isə abort etdirib, niyə bir insanı öldürürsən? Bir insanı öldürmək, bütün bəşəri öldürməkdir. Baxın, qardaşlarım, bir insanı öldürmək, Allah Azza və Cəllə deyir, bütün bəşəri öldürməkdir. Bir insanı qorumaq isə bütün insanlığı qurtarmaq deməkdir. Abdullah ibn Məsud radiyallahu anh yenə soruşur, ey Allahın Rasulü, hansı günah daha böyükdür? Bunun üzərinə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qonşunun xanımı ilə zinə etməkdir. Baxın, üçüncüsü nə olaraq zikr edir? Böyük günahların üçüncüsü qonşunun xanımı ilə zinə etmək buyurur. Rəbbim bizləri qorusun bu bəladan. Rasulullah sallallahu aleyhi və səlləm başqa bir hədisində ümmətim üçün ən qorxduğum şey lutilikdir. Yəni bunun adı nədir? Homoseksuallıq. İnsan fitrətinin pozulması deməkdir. Bugün bu şeylər bizlərə adiləşdirilməyə çalışılır. Bugün bu şeylərin təbliğatı o qədər çoxdur ki, artıq hər bir şeydə sosial şəbəkələrdə daha çox davamımız açılır. Onun üçün də gücümüzün yetdiyi nisbətlə gənc nəslimizi bu şeylərdən, bu çirkinliklərdən qorumaq lazım. Və baxışla bağlı, yəni bugün insanlar geyinməyi deyil də soyunmağı özlərinə mədəniyyət bilirlər. Baxın qardaşlar, nə deyirəm? Geyinməyi deyil də soyunmağı özünə mədəniyyət bilirlər. Gözəl bir beyt var, deyir ki, mədəni olmaq, açmaq isə bədəni, elə isə heyvanlar bizdən daha mədəni. Yəni, bu mədəniyyət deyil. Sən insana dediyin zaman ki, bu müasirlik adı altında bu soyunmağı təbliğ edənlər, hicab dediyin zaman bizi 1400 il öncəyə mi aparırsan? Amma özləri isə soyunmaq dediyi zaman ta haralara geyib çıxırlar. Və bu baxışla əlaqəli, yəni cəmiyyətimizdə açıq-saçıq geyinənlərin sayı günü-gündən artır. Və bu haqda da möminlərin əmiri Ali radiyallahu anha Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurur. Ey Əli, bir baxış ikincisini artırma. Yəni, bir baxışın üzərinə ikincisini artırma. Yəni, bir baxdınsa, ikincini gözünü zilləyib baxma, yəni, qısa olaraq belə deyim. Yəni, bir baxdınsa gözünü çək. Gözünü zilləyirsənsə artıq nə sayılır? Zina sayılır. Çünki ilk baxış sənin üçün bağışlanmışdır, sonraki baxış isə sənin bağışlanma haqqın yoxdur buyurur.